polyardır. Polyarlar indi nələr arasında olacaq? Hidrogenlə karbon. Elə biz deyə bilərik hidrogenlərin sayı qədər olar onda. Elə 1, 2, Hə, o da deyə bilərik. 3, 4, 6. 5, 6 dənə də nəyimiz var? Polyar rabitəmiz var. Uşaqlar, bir də Bəli. sizlə indi 10-11-i keçənlər bilir, mənə elə gəlir Nailən də yadına düşəcək. Hibridləşmə keçmişdi. Hibridin hansı halları var? Uşaqlar, deyin görüm hələ. Hə, Nihat? Qeyri-hibrid, bir də hibrid. SP3, SP2, SP. Aha, Onlara SP, deyirsən. SP2, SP3. Zaten Emir, mən hibridin hallarını soruşdum. Əgər desəydim orbitallar neçə yerə bölünür, deyərdim hibrid, qeyri-hibrid. Amma hibridlər 3 cürdür. SP, SP2, SP2 və SP3. İndi Nailə, bax indi nəyə görə sənin adını çəkirəm? Oy. Hə, niyə görə sənin adını çəkirəm? Çünki sən buralarda olmayıbsan da. İndi bizə nə lazımdır? Görək bu karbonlardan hansı SP, hansı SP2, hansı da SP3-dür. Topluda belə suallar var çünki. Səncə bax birinci karbon hansından olur? Onu təyin eləməyin yolu yadında qalıb, aşağısı necə demişdim. 2 hansından olar? SP olar da. Bax, ətrafında əgər 4 tərəfi, bunun 4 Mən tərəfini deyim onları. yox, ay Sema, bilirəm siz hamınız bilirsiniz bu dəqiqə. Nailə bilmir deyə istəyirəm onunla danışım. Bax, karbonun 4 tərəfinə baxırsan. 4 tərəfində Nailə neçə dənə pi rabitəsi var? 4 tərəfində neçə də pi rabitəsi var? 1 dənə. Bir dənə, o mavinin birini deyirsən, mavi deyirsən də elə bir dənə pi rabitəsi var. Bir dənə pi rabitəsi Bəli. olanda, Süleyman nə götürürük bir dənə pi rabitəsi olanda? SP2. SP2 götürürdük. Aha. İndi Nailə keçirəm. Bax, sarı rənglə o bir karbon kvadratı alıram. Bunun ətrafında neçə dənə pi rabitəsi var? Bunda da 1 dənə. Yəni nə olacaq? SP2. Digərində də təəssüflər olsun ki, eynidir deyən SP2-ni başqa bir maddə verərəm, orada başqaları olar. Yəni bu da nə olacaq? SP2, yaxşı. Amma mən başqa bir maddə çəkirəm sənə bax. 1, 2, sonra 3 qat rabitə. 1, 2, sonra 2 qat rabitə, uzada gedirəm. Bax, belə bir şey çəkirəm. Bir də Nailə, elə indidən öyrədim, gələcəkdə lazım olacaq. Bax, birinci karbonun ətrafında cəmi bir xəttim var deyən, bunun 3 dənə hidrogen çatışmır. Ümumiyyətlə, karbon cəmi durmadan 4 dənə xətti olmalı. Ay, sağ ol. İkinci karbonun ətrafında obşu 4 dənə xətti var deyən, onun heç nə yazmıram. Üçüncüdə 4 xətti var deyən, heç nə yazmıram. Buna ikisi çatışmır, eləmi Nailə? Burada ətrafında 3 dənə xətti var deyən, biri çatışmır. Bunun da ətrafında 3 xətti var, biri çatışmır. Bunda heç nə yoxdur, üçü çatışmır. İndi sən mənə deməlisən, Nailə, hansı SP, hansı SP2, hansı da SP3-dür? Uşaqlar, toplu suallar çox da, topludakı sualların çoxu üzvü ilə bağlıdır. Məsələn, Nailə çətinlik çəkəcəyi üçün YouTube-dan istifadə edəcək. Kimin çətinliyi olsa YouTube-dan istifadə edəcək. Amma yenə də Nailə, o dərsləri biraz çətinliyin ola bilər. 10-11-i bitirəndən sonra daha yaxşı öyrənəcəksən, yaxşı? Ona görə narahatlıq keçirməsən. Aha. Deyə görüm, indi birinci karbon hansı hibrid halında olacaq? Karbonda sigma rabitədir bir dənə. Aha, onda nə olur? Heç nə olmayanda pi rabitə. SP 3. Heç nə olmayanda SP3. Aha. Nə qədər pi varsa təpəsindən çıxıram da. İndi bu birisi karbonda. Neçə dənə pi var? 2 dənə pi var. Onda nə olacaq? 3-dən elə bir SP. çıxırsan da SP. Bu biri karbonda da 2 dənə pi var. SP. Bu biri karbonda. Onda yoxdur. SP3. Aha, bu biri karbonda. 1 dənə. Bəli, onda olacaq SP2. Bu bir karbonda da 1 dənə SP2. SP2 və bu biri karbon onda da yoxdur. SP3, elə. Bunları mənə elə gəlir ki, biraz mənədə boşluq var. Hamı bilir də elə, buralara toxunmağa ehtiyac var uşaqlar. Aytən bilirsən yəqin elə. Sigmadır, pidir, qeyri-polyarı bilirsən, hə Aytən? İndi keçirik nəyə uşaqlar? Buralar qurtardı. Bir dənə burada nəyi bilməlisiniz? Ümumiyyətlə, nəzəri sual olaraq düşür. Hətta mən sizin sınağınıza da sala bilərəm. Rabitənin tərifi düşür. Rabitə yadda saxlayırsınız ki, atomları bir-birinə bağlayan qüvvələr cəmidir. Və uşaqlar, nəyə görə rabitə yaranır? O gün qoşulanlar bilir. Tutan nümunə yazmışdım. H-la xlor niyə rabitə yaratsın? Çünki uşaqlar, siz hidrogen bilirsiniz 1s1-dir, Nailə. Bunun bir dənə nəyi var? Tək elektronu var, elə. Xlor isə Xlor bilirsən ki, 17 ildən elə 3s2, 3p5-dir.
Bunun neçə dənə elektrona ehtiyacı var? De görüm hələ. Hə, Nainə? O axırlarını 3 çəkirəm. 3S2 doludur, yuxarı aşağı. 3P5-i də çəkirəm 3 dənə. 3P5-də də bir dənə elektron ehtiyac var. Bəli, elə bil bunlar cüt-cütdür. Bir dənə axırdakı boşdur da, tək qalır. Onda bilirsən nə baş verir? Bax, onların bu da deyir təksən, bu da deyir təksən. Bunlar cütləşirlər. Hərəsi bir dənə elektron veriblər, rabitə yaradırlar. Və verən zaman uşaqlar diqqətiniz burada olsun, hidrogen elektronunu verən tərəf olur, verir. Xlor onu alan tərəf olur. Yəni elə bir xlorun evinə yığılırlar da, yaxşı? Və burada mənfi və müsbət arasında rabitə yaranır. Deməli nə olur? Rabitə yaranmış olur. Deməli rabitə yaranma mexanizmi odur ki, bax hidrogen belə deyək. Rabitə yaradanda şəkil olaraq bir dənə çəkim sizə uşaqlar. H-ın elektron sayı bir dənə elektronu var, bir dənə elektron qoydum. Elə deyilmi Nailə? Qoy belə eləyək də. Qoy bir dənə vərəq açsın, vərəqəsini izah edin. Bura qarışıq görsənir. Bir dəqiqə. Elmir, keçən dəfə qulaq asmışdım buralara. Ətraflı izah eləmişdim orada. O qədər üstündə durduq, heç mövzunu çatdıranmadıq. Bax, məsələn, H-la xloru yazıram. H-ın deyirsən ki, bir dənə elektronu var. Bu gün ancaq Nainənin adını çəkirəm. Onda fikrim dağılmır da, çox uşağın adını çəkməyəcəm. Hamı diqqəti burada olsun amma. Bax, hidrogen müsbət bir dənədir, birinci dənə də elektronu var. Elə deyilmi Nainə? İndi xloru çəkirəm. Xlorun da dedim ki, mənim 3S2, 3P5-dir. Bax, xlor 17-dir. Açıram 3S2, aha 3P5. Bunun elə bil ki, 3 nə deməkdir? 3 dənə yumursu var da, yaxşı. Və axırıncı yumurun üstündə 2 dənə S-də var, 5 dənə də P-nin üstündə nə var? Elektronu var. Və Nainə, burada mən belə bir anlayış işlətmişdim. Valent elektronu. Valent elektronu nə idi? Xarici təbəqədə olan elektronların sayı. Bəli. Deməli, hidrogen bir dənə uşaqlar valent elektronu var, xlorun da 5 dənə valent elektronu var. Bunlar dostlaşmaq istəyirlər. Dostlaşanda deyirsən, mənim hidrogen var, yoxu bir dənə elektronu, bir dənə nöqtə qoyuram. Xlorun isə o 3S2, 3P5 var, ha. Təsəvvür elə kubların içində göstərirəm, bu cütdür. Bayaq çəkdiyimi təzədən çəkəcəm. P5-də də bir cüt. Elə bunlar belə tək-tək yığıldı, sonra aşağıdakı bu təkxana qaldı da, eləmi? Cütlərini Nainə, bax bir cütünü buradan yazıram. 3 dənə cütü var da axırıncı. Cütlərini buradan yazıram. O təki də buradan qeyd edirəm. Aha, bunlar bəli. Bunlar rabitə yaranandan sonra bax elə bil bu iki həm hidrogenə aid olur, həm də xlora aid olur. Beləliklə xlor özünü 8-ə çatdırır, oktet olur, oktet qaydası. Hidrogen özünü 2 kimi göstərir, dubletə çatdırır. Yaxşı? Yəni rabitə yaranma mexanizmi bundan ibarət. Dostlaşırlar və öz xarici elektron təbəqələrini, qoy görüm hara yazıb, atomla xarici elektron təbəqələrini təsirsiz qazlara oxşadır. Təsirsiz qazlara. Məsələn, hidrogen olur elə bil 2 elektronlu helium kimi. O xlor da 7 dənə elektronu var idi, elə bil birinin alıb 8 elektronlu. Məsələn, helium, argon kimi təsirsiz qaza oxşadır. Yaxşımı? Yəni burada belə bir cümlə düşə bilər ki, rabitə yaranmasının mahiyyəti ondan ibarətdir ki, rabitə yaranan zaman atomla xarici energetik səviyyələrini ya 8-ə ya da 2-yə tamamladıb təsirsiz qaza oxşadırlar və xarici təbəqəsi tamamlanmış atomlar daha davamlı olurlar. Bu nəzəri olaraq düşəcək sualların altına xətt çəkdim. Bir də rabitənin tərifini biləcəksiniz. Bu heç. İndi keçirik nəyə uşaqlar? Rabitənin növləri var. Kimyəvi rabitənin deməli kovalent rabitə var. Aytən ion rabitəsi, metal rabitəsi, hidrogen rabitəsi. Kovalent rabitə keçən dəfə demişdim. Qeyri-metal arasında olacaq. İon rabitəsi metalla qeyri-metal arasında olacaq. Metal rabitəsi eləcə metal atomlar, məsələn, dəmir atomu, sink atomu, təkcə metal belə deyək də elementi verilirsə təklikdə onların arasında metal rabitəsi olur. Hidrogen rabitəsi isə indi ətraflı danışacaq. Məsələn, NH3-də ola bilər, H-flördə ola bilər. Hidrogen rabitəsinin dərsinə deyəcək ki, bir dənə hidrogenlə fon elementlərinin arasında yarana bilər. Bunu ətraflı həmin hissədə izah eləyəcəm. Amma bugünkü dərsimiz nədən ibarət olacaq? Nihat kovalent rabitədən ancaq danışacaq. Və kovalent rabitədən keçən dəfə demişdik ki, 2 cür yaranma mexanizmi var. Uşaqlar, mübadilə mexanizmindən yarana bilər, bir də donor-akseptor mexanizmi ilə. Bayaq dedimi, məsələn, Süleyman H1-ni verdi, xlor 1-ni verdi, rabitə yaratdı. 2 nöqtədən bir düz xətt keçdi. Bax, o hərəsi birini verirdi deyən ortaq elektron cütü hesabına yarandığına görə mübadilə oldu. Yaxşımı? Donor-akseptor nə idi uşaqlar? Donor-akseptorda biri donor olur, verən olur. Deməli, 2 nöqtəsini verən olur. Biri isə boş qutusunu verən olur, orbitalını verən olur. Həmin o 2 nöqtəsini verən donordur.
boş qabı verən isə nədir? Akseptordur, yaxşı. İndi onlar haqqında ətraflı danışacağıq. Sonra bunları keçən dəfə toxunmuşdum. İndi də Naylə ilə toxunduğumuza görə səthi keçirəm. Qeyri-polyara biz deyirik qeyri-paxıl. Məsələn, H2, flor 2, xlor 2 eyni elementlərin arasında olur. Yadda saxlayırsınız ki, məsələn, burada verdiklərin əksəriyyəti, məsələn, flor 2-də florla flor arasında bircə dənə xətt olur, elə deyilmi? Yodda da eyni zamanda yodla yod arasında bir xətt olur. Amma oksigendə oksigenlərin arasında 2 xətt olur. Bu da onların belə deyək də tək elektronların sayı ilə izah olunur. Məsələn, oksigen 8-i açanda onun hərəsinin 2 dənə təki ehtiyacı var deyə uşaqlar. O 2 dənə təklərdən 2 dənə rabitə yaranır. Məsələn, azot. Azotda Aytən 3 dənə rabitə olur. Niyə? Deyirsən, ay mənim azot 7-dir. Eşidirsən Aytən? 7-ni də necə açıram? 2S2, 2P3. Bunun 3 dənə təki var. Bunun da 3 dənə təki var. Bu birisinin də 3 dənə təki var. O təklər arasında 3 qat rabitə yaranmış olacaq. Yaxşı? Sonra keçirik bu biri səhifəyə. Bu biri səhifədə nədən danışır? Hə, polyar kovalent rabitə də yenə deyirəm, paxıl elementlər, yəni hidrogenlə oksigen, hidrogenlə yod, yəni müxtəlif elementlər arasında, qeyri-metallar arasında yarananda polyar kovalent rabitə olur. Keçən dəfə biz danışdıq polyar və qeyri-polyar molekullar. İndi də görüm Nani, bu haqqda məlumatın var yoxsa yoxdur? Nani. Nani'nin səsi gəlmir. Keçən dəfə qoşulmayanlardan kim var burada? Süleyman, polyar və qeyri-polyar molekul haqqında məlumatın var? Mən bəli. Qeyri-polyar eyni qeyri-metal atomlar arasında olur. O rabitədir. Onu dedik, bitdi. İndi molekullar, molekul. Bax, məsələn, SO2 var. Bir də SO3 var. İndi hardan bilək ki, bu molekul bütün valent elektronların bir elementə sərf edirsə. Aha. Deməli, SO2-ni çəkirəm uşaqlar. 2 dənə oksigenlə beləcə birləşib. Biz də bilirik ki, S-in deməli sıra nömrəsi neçə idi S-in? Xanası 16 idi da. 3S2, 3P4 elə deyilmi? Hə, Süleyman? Bunun sonuncu təbəqədə 6 dənə valent elektronu var. Amma bu 6 dənə valent elektronun 4-ünü işlədir. Qalanı qalıb göydə. O göydə qalanlar bunu çəkir. Altında işlədir deyə. Çəkir deyə olacaq bu uşaqlar. Nə deməli? O ikisi işlənməmiş qalıb, onu yuxarı elə bir çəkir də. Burada dipolluq yaranır. Nə yaranır? Dipol. Bax, dipol Yunanca qütb deməkdir. Qütbləşmə yaranır və bu molekul olur. Paxıllıq hissi olacaq da burada polyar molekul. Amma SO3-də Süleyman, S-in ətrafında belə oksigenləri çəkək. Ruçkam yenə zəif işləyir. Hə, burada da 6 dənə, axı bayaq dedin ki, kürdün 6 dənə valent elektron var. 6-sını da Nihat nə edir? İşlədir. İşlətdiyinə görə eşidirsən Nihat, yoxsa səsi bağlayıb gedibsən? Eşidirəm. Hə, qulaq as, dərsin haqqında sual verəcəm. Ha, görüm qulaq asıbsınız yoxsa yox. 6-sını da işlədib deyə burada artıq belə deyək, dipollaşma yoxdur. Hamısına simmetrik olaraq elə bir paylanıb da. Bu zaman molekul olacaq nə? Qeyri-polyar molekul. Yaxşı Nayni, eşidirsən yəqin. Sonra məsələn, burada var idi belə bir birləşmə. Bir var CH4 yazıram. Bir var C-xlor 4 yazıram. Bir də var C, məsələn, bax deməli H4-dən birini bura saxlayıb, üçünü xlor eləyim. İndi gəl baxaq. Görək burada necə olur. Karbon 4 dənə hidrogenlə əlaqəyə girib. Hə, Elmir? 1 hidrogen, 2, 3, 4. Karbon da bilirsiniz 4-cü qrup elementidir də. Axırı 2S2, 2P2-dir. 4 dənə valent elektronu var və 4-ünü də eyni elementə qarşı sərf edəndə burada elə bir simmetriya var. Paxıllıq yoxdur. Qeyri-polyar molekul olacaq. Karbon xlor 4-də də eyni şəkildə 4 tərəfdən də deməli nə ilə birləşib Süleyman? Xlorla birləşib. Görsən xlor, xlor, xlor. Ay Süleyman, görsənmi? Eyni elementlə birləşəndə 4-ünü də yəni buna sərf edib. Həm 4-ünü işlədib, həm də ki eyni elementə qarşı işlədib. Burada da paxıllıq hissi yoxdur, qeyri-polyar molekul olacaq. Amma CH xlor 3-də isə uşaqlar bir tərəfə H yazıram, bura xlor. Gülay, bura xlor, bura xlor. Burada nə olsun ki 4-ünü də işlədib, amma 4-ünün üçünü eyni elementə, birini fərqli elementə qarşı işlədib. Bu zaman isə paxıllıq olduğu üçün Aytən polyar molekul olacaq. Ancaq burada bir-iki dənə istisna xüsusi yerlər var, onları yadda saxlamalısınız. Hansı ki, bunu qaydalarımızla təyin edə bilmirik. Məsələn, onlardan biri CH2 xlor 2-dir. Bu niyə xüsusidir? Çünki burada karbonun iki tərəfinə H birləşib. H birləşib, iki tərəfinə xlor birləşib.
Yenə də o qayda ilə baxa bilərik ki, ayrı-ayrı elementlərdir də. Nə olsun ikisinə ona, ikisinə buna sərf edib. Yenə də polyar olaraq polyar gözündən görəcəksiniz. Yaxşı. Sonra CO xüsusidir. CO-da məsələn o qaydalarımız bunlara keçmir. CO-nu da əzbərləməlisiniz ki, bu da necə molekul olacaq? Polyar molekul olacaq. Sonra əzbərləməli olduğunuz başqa bir məqam. Burada kim var uşaqlardan? Görüm. Nəbi eşidirsən? Başqa bir məqam nədir? Tək elementlər var. Məsələn, M2, H2, P4, O2, S8, flor 2. Görsən tək-təkdir də. Belə elementlərdə də götürəcəyik qeyri-polyar. Paxıllıq yoxdur. Gəl indi məsələn nəbi baxaq. Berelium, xlor 2. Deyirsən ay müəllim, berelium sıra nömrəsi 4-dür, nəbi? 4-də necə asılır? 1s2, 2s2-dir də sıra nömrəsinə görə. 4 dənə elektronu var berelium. Tamam. Bunun valent elektronu sonuncu təbəqədə cəmi cümlətala 2 dənə nəyi var? Elektronu var. Və berelium xlor 2 ilə birləşəndə, xlorun biri burada, biri burada. Öz valent elektronlarının ikisini də eyni elementə qarşı sərf etdiyinə görə burada paxıllıq yoxdur. Molekul olaraq görsən nə yazıb? Qeyri-polyar molekul olacaq. C xlor 4-ü bayaq izah elədim. CH4-ü bayaq izah elədim. Yaxşı, bunlara fikir verirsiniz. Sonra xüsusi olaraq bu axırda olanlar. Gülay, karbon S2-dir. Bax, bunu əzbər. Sonra C2H2-dir, asetilen. Bir də C2H4. Bunlar da yəni xüsusi qaydalarını yadda saxlamırıq. Əzbərləyirik ki, qeyri-polyar molekul götürəcəyik. Sabah Süleyman istisna olmaqla hamıdan dərs soruşacağam. Sonra keçirik uşaqlar. Bax, Aytən, bayaq mübadilə mexanizmindən danışdın. Dedin ki, ay müəllim, H da birini verdi, xlor da birini verdi, rabitə yarandı, elə. Mübadilə mexanizmi buydu. Bir də var, donor-akseptor mexanizmi. Buna necə yanaşırıq? Ümumiyyətlə, donor-akseptor mexanizmi dərin mövzudur. Orta məktəbdə biz sadəcə CO-nu öyrənirik. Sonra nə öyrənirik? NH4 təpəsində müsbət, yəni buna ammonium ionu deyirlər. Bir də H3O müsbət, buna da hidroksonium ionu deyirlər. Bəli. Bunlar əslində maddə deyirlər, ionlardır. Bir də uşaqlar, NH4-ün olduğu bütün maddələr, NH4OH, NH4 flor, NH4 nə bilim, ağılca nə gəlsə, NH4-ün hamısı donor-akseptor rabitəsi olacaq. Gəlin, indi NH4-ə baxaq görək, Nihat, necə yaranıb? Keçən dərs bunlar yadında qalıb, Nihat, yoxsa yox? Keçən dərs nəsə yadında qalıb buradan? Aynen elə belə. Gec qoşulmuşsun. Gec qoşulmuşsun. NH4-də necə olur? Normalda uşaqlar NH3-ü tanıyırsınız da, amonyak maddəsidir. Özündən gedəndə qoxuladırlar, aptekdə də satılır. Bu NH3 maddəsidir, amonyak. Normalda uşaqlar NH3-də görürsünüz ki, neçə dənə xətt var? 3 xətt var. 3 valentlidir. Uşaqlar 3 valentlidir və hər azot belə deyək də hidrogendən bir elektron qoparır, -3 dərəcəyə malik olur elmir. Amma yəni bu NH3 özü maddədir. Adı da var nədir bu maddənin? Amonyak, amonyak maddəsidir. Bir də var nə? Bir də var